Yaxşı mövzulardan da biri xəstə ruh dedik. Biz mütləq xəstə ruhda xəstə bədən olur. Mütləq. Xəstə ruhun, yəni biz bunu necə müşahidə edirik? Heç yana çıxa bilmirsən, heç nə eləyə bilmirsən, əlin qolun gəlmir, planlar qurursan beynində, deyirsən ki, mən gedim, falan kəslə görüşüm, falan işə həll eləyim və yaxud da durum gedim özümə paltar alım, durum gedim özümə bir dənə çay süzüm. Elə bir kimsə sizi, belə deyək də, bastırır kravata, oturduğun yerə. Dura bilmirsən. Deyirlər, heyim olmur ki, durum, bunu buradan götürün, bura qoyun. Doğru. Yəni, onun kimi bir şeydir. İstəmir, heç nə eləmək istəmir. İstəyi olmur. Yəni İstək əslində olur. istəyi var, sadəcə İstək var, hərəkəti plan var. Amma o enerjini özündə tapmır, o hərəkəti özündə tapmır ki, dursun, getsin, nələrsə bir şeylər eləsin. Görünmür və enerjisi balansda deyil. Və ruhu, bəli, frekans aşağı. Həmçinin də ruhu xəstə ruhdur da, belə deyək. Aha. Bu ancaq terapiya ilə. Məsələn, biz sizlə elədik bunu. İndi burada Fuad bəy, Hüseyn bəy yəqin ki, burada bir-iki kadr yerləşdirərlər. Baxın, burada mən burada hansı dalğadaydım? Teta dalğasındaydım, yoxsa hardaydım? Bax, terapiya zamanı mən belə bir şey deyirəm gələn adama. Həqiqətən sağalmaq istəyirsənmi, yoxsa sadəcə gedim görüm bu nədir? Buna mı gəlmisən? Yox, əgər buna gəlmisənsə, niyyətin nədir? Niyyətin nədir? Buna gəlmisənsə, sən məndən çox şey gözləyə bilmərsən. Yox, əgər sən gəlmisənsə ki, yox, niyə ki olmasın? Mən terapiya almaq istəyirəm, mən enerjimi yüksəltmək istəyirəm, çünki mən daha çox şeylər bacarıram, daha çox yerlərə gedə bilərəm, daha çox görünə bilərəm deyirsənsə və ən əsası da bədənini sağaltmaq istəyirsənsə ki, məsələn, adi bir mənim elə dünəndən danışacağım ki, dünən mənim bir pasiyentim var idi ki, biz onunla onlayn işlədik. O xanımın çox kəskin mədə ağrısı var idi. Çox kəskin və deyirdi ki, sanki mədəm göynüyür. Elə bir cırılır mədəm və elə ağrı var. Məsələn, mən onu sadəcə əlinə mən terapiya edirəm də, telefonda mən onu seans elədim. Seans zamanı onun ağrısından 1 qram ağrı qalmadı. Niyə? Çünki o nədən yığıb? Aqressiya, əsəb, hamısı üst-üstə, çünki iradə gücü götürmür hadisəni. İndiki vəziyyətin götürmür, sığışdırmır özünə, qəbullana bilmir və ona görədir. Və insan qəbullanandan sonra terapiyaya gəlməlidir. Öz fərqindəliyini tapandan sonra, tamam, deyə bilərsiniz ki, niyə elə tək biz terapistlərdən mi almalıyıq bunu? Özündə deyə bilərsən. Qısa bir şey deyim ki, məsələn, düşünün ki, bax, hal-hazırda mənlə qarşı-qarşıya oturmuşsunuz, əyləşmişsiniz. Bunu hal-hazırda bizim izləyənlər də bunu edə bilərlər. Gözünüzü bağlayırsınız, dərindən nəfəs alırsınız, dərindən nəfəs verirsiniz. Və hər nəfəs aldıqca düşünün ki, səmadan, Tanrıdan sizə çox gözəl bir enerji axır, işıq enerjisi axır bədəninizə. Və düşünün ki, ayaqlarınızın altından bir köklər uzanır torpağa doğru. Və bu köklər uzandıqca bədəninizdən sanki bir negativ energetikanı dartır, aparır torpağa. Və onu düşündükcə özünüz belə hiss edəcəksiniz ki, sanki səmadan bir şey dolur sizə, bir işıq enerjisi. O sizin bütün çiyinlərinizi, bədəninizi, orqanlarınızı, ruhunuzu belə başlayır rahatlaşdırmağa. Ayaqlarınızın altından isə sanki bir şeylər axır gedir. Biri isti kimi hiss edə bilər, biri qıcıqlanma kimi hiss edə bilər, qarışqalanma deyirlər. İndi kim necə hiss edirsə. Və bunu belə eləməklə, bax, qısa bir texnika idi, indi mən sizə dediyim. Bunu belə deməklə, siz əgər onu özünüzə yarada bilirsinizsə, oturun, əyləşin, bunu eləyin. Heç əlavə bir şey ehtiyac yoxdur. Oturun, eləyin və icazə verin. Bu işıq axdıqca beynimizdən nələr gəlirsə, gəlsin, getsin, gəlsin, getsin. Yəni, o depo boşalsın. Bəzən deyir, sustura bilmirəm beynim. Axı, mənim beynim susmur. Mən necə yeni bir şey deyirəm, bəs budur da. Bəs şuur altı, düşünün ki, bir şaxa kimi vurur bədənə. Bədəndə başlayır ağrılar əmələ gətirmək. Niyə niyyət eləyəndə, məsələn, bəlkə eşidərdiniz siz də, mən niyyət edərdim qorxuya, əsəbə, səbəb olan bütün negativ düşüncələrin sizin şuur altınızdan təmizlənməsinə niyyət edirəm.
Və nə olur? Bir müddətdən sonra deyirlər ki, mən bənövşəyi rəng görməyə başladım. Niyə? Çünki tat çakramız rahatlaşmağa başladı. Köç çakramız başlayır, qırmızı rəng. Köç çakramız nə olur? Məsələn, adam var ki, köç çakranı işləyəndə başlayır, deyir ki, ay elə bir oradan bir dənə ağrı tutub məni. Hətta mən belə bir şey deyim ki, ruzisi olmayanın mən deyərdim ki, elə 100% deyərdim ki, onun demək ki, köç çakrasında bir blokaj var. Hətta bu onun cinsəlliyinə belə təsir edir. Hətta bu hamilə xanımlarımız belə hamilə qala bilməyəndə həkimə gedir, həkim deyir ki, heç nəyin yoxdur, narahat olma, otur gözlə belə. Onda belə demək ki, köç çakrada bir blokaj var. Çünki nədir köç çakramız bizim? Peşmançılığımızdır. Zamanında çəkdiyimiz. Və o da vurur, neynir? Ayaqlarımızda ağrılar əmələ gətirir. Bizim belimiz, ayaqlarımız negativ energetika yığan sahələrimizdir. Hissin nəticəsində onda bizim çakramız bağlanır, belə deyək. Bəzi blokajlar nəticəsində, bəli, blokajlarda, zədələnmələr də belə deyək, tozlanma. Mən bəzən deyirəm, bax, insan da terapiya aldı, getdi, hər şey qaydasındadır, əla, super günlər, deyirlər ki, eləmişsiniz ki, biz vaxt tapıb gələ bilmirik ki, gəlim yenə terapiya alım da. Məsələn, insan hər şey qaydasındadır. Və mən onda belə deyirəm, onda telefonda olsa belə əlaqə saxlayırlar da, gəlirlər necə olsa. Deyir ki, deyirəm, bax, gördün ki, biraz zəifləməyə başlayırsan, zamanında düş üstünə. Artıq bu blokaj yox, tozlanmadır. Elə bir gəlirsən, o tozu təmizdir. Çünki bilirsiniz niyə? Biz axı gündəlik ünsiyyətdə oluruq insanlarla. Hərədən bir şey götürürük. Çox. Əl verib görüşürük və bizim enerjimiz əldən keçir. Hər insanla əl verib görüşəndə onun axı enerjisini götürürük. Doğru. Məsəl üçün elə biz bunu salon işçilərinə də deyə bilərəm, misal gətirə bilərəm. Salonda nə edirlər? Saç bizim enerjimiz, saçımızdadır. Saçla işləyirlər, əllə işləyirlər, dırnaqla işləyirlər. O belə enerjini götürür, təsir edir. Doğru. Və o depo boşalmalıdır, bədən boşalmalıdır. Necə çəkilləri atırıq zibil qutusuna, sonra zibil qutusuna atırıq.